Əziz abituriyentlər, gəlin sizə vuruqlarını ayırmanın, çətin vuruqlarını ayırmanın asan üsullardan həll edək. Yaxşı olar ki, videonu saxlayıb özünüz həll etməyə çalışasınız və daha sonra baxarsınız. Uşaqlar, burada x üstü 8 üstəgəl 3x üstü 4 üstəgəl 4-ün bu vuruğa bölünməsindən söhbət gedir. Burada mən diqqətlə baxsam görərəm ki, x üstü 4 üstəgəl 2-nin mötərizə kvadratı buna oxşuyur. Yəni, açıq görək bizim nə isimiz var? X üstü 8 üstəgəl 4 x üstü 4 üstəgəl 4. Burada deməli nə isimiz var? Burada 3x üstü 4'dür. Bizdə 4x üstü 4'dür. Heç nə olmaz. Gəlin buradan minus x üstü 4 yazaq. Yəni bundan bunu çıxanda onsuz da 3x üstü 4'ü verir mənə. Bura nə olacaq? X üstü deməli 4 üstəgəl 2'nin mötərizə kvadratı olacaq. Minus x üstü 4 olur. Məxrəcdə olduğu kimi yazaq. Hələ ki, məxrəcdən işim yoxdur. Bu şəkildə yazıram. Artıq bundan sonra baxıram ki, bu nədir? Kvadratlar fərqidir. Kvadratlar fərqində a minus b, a plus b kimi açsam, eləyir x üstü 4 üstəgəl 2 minus x üstü 2, bir də x üstü 4 üstəgəl 2 üstəgəl x üstü 2'ni alıram. Məxrəcdən də vuruqlarımızın biri ixtisar gedir. Hansı ixtisar gedəcək? Bu ixtisar gedir və bu qalır nə? X üstü 4 çıxaq x kvadratı üstəgəl 2. Yəni cavabımız olur nə? C variantı. Növbəti sualımıza keçid eləyək. Burada nədən gedir söhbət? Bu da maraqlı suallardan biridir. Deməli, x kubu üstəgəl 1'i 0 veribdir. Məndən bu ifadənin qiymətini istəyir. Mənə nə veribsə onun üzərindən gedirəm təbii ki. X-in kubunu mənfi 1'ə bərabər eləyirəm. Yəni bu artıq mənfi 1 olduğunu görürəm. Gəlin buradan x-in kubunu alaq. Hardan alaq? Ortaq vuruq çıxarsaq, nə edəcək? Ala bilmir təbii ki. X üstü 4'ü parçalayaq. Yazaq x üstü 3 vurulsun x üstü 1. Sonra minus bu qalanları olduğu kimi yazıram. Sonra uşaqlar baxıram ki, x kubun yerinə mənfi 1 qoysam necə olacaq bu? Mənfi x minus 3x yenə kvadratı üstəgəl 4x üstəgəl 6. Burada sadələşdirsəm, mənfi 3x kvadratı üstəgəl 3x üstəgəl 6 alınır. Sonra hər tərəfdən mənfi 3'ü ortaq vuruq çıxarsam, olacaq x kvadratı minus x minus 2. İşarələr dəyişir qarşıya mənfi çıxartdığım üçün. Sonra nə edirəm? X kvadratı minus x minus 2 qalsın öz yerində. Gələk x kubu üstəgəl 1'i düstur kimi açaq. Kublar cəmi kimi açıram. X üstəgəl 1, ikinci mötərizəm x kvadratı minus x plus 1